Hər vaxtınız xeyir olsun. Bu videoda biz Test Bankı təhsil platforması barədə ətraflı məlumat alacağıq. Gördüyünüz kimi ilk səhifə ana səhifə adlanır və bu səhifədə Bankı haqqında ümumi məlumat verilir. Burada test yüklə və test həll et bölmələri görünür və son əlavə edilən testlər görünür. Növbəti səhifə haqqımızda səhifəsidir. Burada Test Bankı haqqında məlumat verilir. Növbəti səhifəmiz blog adlanır. Burada Test Bankı təhsil platformasına yerləşdirilən məqalələrlə tanış olmaq olar. Daha sonra test yüklə bölməsi mövcuddur. Test yüklə bölməsində Test Bankı təhsil platformasına testləri yükləmək olar və yaxud bu testləri siz bizə də göndərə bilərsiniz və biz sizin üçün testləri yükləyə bilərik. Növbəti səhifə imtahan səhifəsidir. İmtahan səhifəsində Test Bankı təhsil platformasında olan mövcud testlərlə imtahan vermək mümkündür. Burada imtahan rejimləri görünür. Təsadüfi test seçimi və manual test seçimi. Növbəti səhifə məşq səhifəsi adlanır. Bu təxminən imtahan səhifəsi ilə oxşardır. Yalnız burada biz sadəcə sualları görürük və bu sualları cavablandırdıqdan sonra dərhal cavablarımızın səhv və ya düz olduğu ilə tanış ola bilərik. Növbəti səhifə testlər səhifəsi adlanır. Burada yerləşdirilən testlər və onların hansı fənlər üzrə olduğu görünür. Hal-hazırda yalnız 1368 ədəd coğrafiya testi yerləşdirilib. Bütün testlər coğrafiyaya aiddir. Burada testləri axtarmaq da mümkündür, ada və yaxud test şifrəsinə uyğun olaraq. Növbəti səhifə nəticələr səhifəsidir. Nəticələr səhifəsində imtahan şifrəsini daxil etməklə imtahan nəticəsi ilə tanış olmaq olar. Növbəti səhifə əməkdaşlıq səhifəsidir. Burada Test Bankı haqqında məlumat verilir və necə əməkdaşlıq etmək olduğu göstərilir və Test Bankı təhsil platformasının kimlər üçün nəzərdə tutulduğu göstərilir. Növbəti səhifə əlaqə səhifəsidir. Burada Test Bankı təhsil platforması ilə necə əlaqə saxlamaq olar, onun sosial media hesabları göstərilir. Son səhifəmiz məqalə yaz səhifəsi adlanır. Bu səhifə ilə biz məqalə yazaraq Test Bankı təhsil platformasında yayımlaya bilərik. Gəlin necə imtahan verə bilərik, onunla tanış olaq. Bundan əvvəl biz testləri necə yükləyə biləcəyimizlə də tanış ola bilərik. Testlər PDF formasında yüklənməlidir. Eyni anda bir və ya bir neçə testi PDF formasında yükləmək mümkündür. Yerləşdirilən testlər hal-hazırda yalnız bir sualdan ibarətdir. Biz bunu bir neçə sualda edə bilərik test yükləyərkən. Gəlin indi imtahan səhifəsinə daxil olaq. İmtahan qaydalarını oxuyaq. Burada qaydalar görünür. Manual test seçimi deyil, təsadüfi test seçimini seçirik. Burada imtahanda neçə ədəd testdən istifadə edəcəyimizi seçirik. Məsələn, 5 test. Sistemdə müxtəlif fənlər üzrə müxtəlif mövzular üzrə testlər ola bilər. Ona görə də biz konkret testlərlə işləmək istəyiriksə, test seçimi əlavə et düyməsinə basırıq. Burada məsələn 1 və 100-cü testlər arasından 2 test işləyə bilərik. Biz bu testlərin nömrələrinə uyğun olaraq onların hansı mövzuya aid olduğunu əvvəlcədən testlər bölməsinə baxaraq öyrənə bilərik. Məsələn, burada növbəti test seçimi əlavə et basdıqda
300 və 500-cü testlərdən də 2 ədəd test daxil edirik. Bizdə ümumi test sayı 5 olmalıdır. Ona görə də biz növbəti test seçimi əlavə edə bilərik. 700 və 1000-ci testlərdən bir ədəd test. Aralıqlara daxil etdiyimiz testlərin sayı ümumi testlərlə eyni olduqda yuxarıda test sayı və seçimlərin sayı eynidir yazısı görünür. Bundan sonra biz imtahan qaydalarıyla tanış olduğumuzu təsdiq edirik və imtahana başla düyməsini basırıq. Qarşımızda imtahan sualları görünür. İmtahan tam ekran rejimində keçirilir, yəni imtahan zamanı digər yerlərə keçid etmək olmaz. Bu zaman imtahan ləğv edilir. İmtahan suallarını cavablandırırıq. Məsələn, 2 sualı cavablandırırıq. Məsələn, B bəndini daxil edirik. Hər sualı cavablandırdıqdan sonra cavabı saxla düyməsi basılmalıdır. Növbəti suala keçid etdik. Burada biz sualı tam şəkildə oxuya bilərik. Məsələn, biz bu sualı oxuduq və bu suala cavab vermək istəmirik. İstənilən halda cavabı saxla düyməsi basılmalıdır. Növbəti sual, gəlin bu sualı da cavablandıraq. Cavabı saxla düyməsini sıxırıq. Növbəti sual, yenə cavablandırırıq və cavabı saxla düyməsini basırıq. Ekranda səhifəni tərcümə etmək açılarsa qaydalarda göstərildiyi kimi 10x işarəsi ilə deyil, ekranın digər hissəsində hər hansı bir yerə basmaqla ləğv etməliyik. Son sualı cavablandıraq. Cavabı saxla düyməsini basırıq. Bütün suallar cavablandırıldıqdan sonra imtahanı bitir düyməsi görünür. Adətən cavabı saxla düyməsi basıldıqdan sonra bəzən imtahanı bitir düyməsi görünmür. Onun üçün biz bir əvvəlki suala qayıda bilərik. Bütün sualların cavabı saxlanıldığı üçün imtahanı bitir düyməsi avtomatik görünür. İmtahanı bitir düyməsini basırıq. Bu zaman qarşımızda imtahan məlumatları görünür. İmtahanın şifrəsi, bu şifrə nəticələrlə tanış olmaq üçün yadda saxlanılmalıdır. İmtahan nəticələrini bu şifrə vasitəsilə sonradan yenidən görə bilərik. İmtahan başlama tarixi, bitmə tarixi, ümumi imtahan nəticələri, doğru cavablar, yanlış cavablar, cavablandırılmayan suallar, avtomatik qiymətləndirilən yazılı testlər və manual qiymətləndirilən testlər. Burada testləri biz yenidən görə bilirik. Burada hansı testdə nə qədər zaman istifadə etdiyimizdə görünür. Müəllimlər bu vaxtlara baxaraq hansı testlərdə şagirdlərin çətinlik çəkdiyini əyani şəkildə görə bilər. Aşağı düşürük, bütün sualların cavablandırılıb, cavablandırılmadığı görünür. Səhv və düz cavablar. Sonda yenidən test həll et, çap et və başqa test nəticəsi axtar düymələri görünür. Biz çap et basmaqla bu imtahan nəticələrini PDF formasında kompüterimizdə saxlaya bilərik. Gəlin məşq səhifəsinə qayıdaq. Yenidən nəticələr bölməsinə keçək və imtahan şifrəsini daxil edək. İmtahan şifrəsini daxil etdik. Gördüyünüz kimi eyni imtahanın nəticələri yenidən görünür.